İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesi çərçivəsində Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 34 ailə 141 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 21 ailə 83 nəfər köçürülüb. Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Çox xoşbəxtik. Sevincimizin həddi hududu yoxdur ki, doğma torpaqlarımıza qayıdırıq. Şükür bu günə. Həmişə toylarda deyirdik ki, gün o gün olsun, Qarabağda toyumuz edək. Bax, o gün bu gündür. Şükür bu günə ki, biz gedirik torpaqlarımıza, şükür. Doğma yurda qayıdan sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkürlərini ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Öz elim obama qayıdıram, ata yurduma. Allah şəhidlərimizə rəhmət eləsin, prezidentimizi qorusun. O gün olsun, olmayanlara qismət olsun. Bütün Qarabağ hamısı öz evinə, yurduna qayıtsın. İndi Allah ki, rahat həyat evi verirlər, evim var. Ailəmlə, uşağımla gedirəm orada pravan yaşamağa. Hamıya xeyir uğurlu olsun. Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla ümumilikdə 40 mindən çox insan yaşayır.